16 da 15 ona demem, 15 aiddir. 16 da ona aiddir. 15-i mən Keçən- görmədim. Bax 5,8 hansı ədədlərin arasında yerləşir? Bütöv ədədlərin. 6 ilə nəyin arasında yerləşir? 5-in. Bir dəfə 5 qoy, bir dəfə 6 qoy. Hansında ən kiçikdirsə onu götür də. 6-da ən kiçik olur. 6-da ən kiçik olur və salam. 19,4 olur. Onu götürdük də. Keçək nömrə neçəyə? 17-yə. Ardıcılığın ilk en həddinin cəmi. Deməli S-dir. İlk en həddinin cəmi. 3 üstü n minus neçədir? 1-dir. 162-yə bərabər olan həddin nömrəsini tapın. Bu ardıcılığın 162-yə bərabər olan həddin. Həddi nədir? Ayın bərabərdir 162. Hədd A ilə şair olunur. Hədlər A-dır və yaxud X-dır. Nə bilim, hədlərdir də. Ancaq S ilk cəm düsturudur. İndi ayının düsturu nə idi? S-in çıx ondan bir əskik. Məsələn, A5 bərabərdir S5 çıxılsın, ondan bir əskik S4-də. 6 bərabərdir S6 çıxılsın S5-ə. Yəni belə olur. İndi ayının yerinə nə qoyacağam? 162 bərabərdir. S-nin yerinə 3 üstü n minus 1 çıxılsın. 3 üstü n minus 1 minus 1. S-n minus 1-in yerinə qoydum. N-dən 1 çıxdım və 1 çıxdım. 162 bərabərdir. 3 üstü n çıx 1 mötərizədə 3 üstü n minus 1 plus 1. Bu 1 ilə bu 1 Mən getdi. orada Aha. orada Mən mən bir daha sual verə bilərəm. 3 üstü n çıx 1 nəyə görə onu yazdın? Sn minus 1 daxı. Snim nədir? İlk cəm düsturu deyir. Sən 3 üstü n çıxılsın 1-dir, amma siz onu biri qüvvətdə yazmışsınız. O elə yazıbdı da. Sn bərabərdir 3 üstü n minus 1-dir. Harda n var? Minus n-dən 1 çıx da. Harda n var? Çıx 1 yazırsan. Qüvvətdə yazmışsaq mən. Qüvvətdə də yazırsan, Onlar da burada da S-dən. yazırsan. Çünki n-lərdən 1 çıxılır. Həm Sn-dən 1 çıxırsan, həm n-dən 1 çıxırsan. 3 üstü n çıx 3 üstü n minus 1 qaldı. 162 bərabərdir. 3 üstü n çıx 3 üstü n çıx 1 nə deməkdir? Bölüc deməkdir. Bölüləndə üstlər nə olurdu? Çıxılırdı. 162 bərabərdir. 3 üstü n-i mötərizə xaricinə çıxardıram. 1 çıxılsın. Nə oldu? 3-də 1 oldu. 162 bərabərdir. 3 üstü n 3-də 2. 162 ilə 2 ixtisar gedir. 81. 3 üstü n bərabərdir. Bunu buna vururam. Çal çarpaz vururam. Bunun məxrəci yoxdur. 1 yazıram. 81-i 3-ə vuranda 243 eləyir. 3 üstü n bərabərdir. 243 3 üstü neçədir? 3-ün kubu 27. 3 üstü 4 81. 3 üstü 5-dir. 3-lər əsaslar eynidir. Üstlər bir-birinə bərabərdir. N nəyə bərabərdir? 5-ə. Olur hansı variant? D variantı. Sion. Sn minus 1 verəndə harda n var 1 çıxın və minus 1-dir. Sonra nömrə 18-ə baxalım. Qayda açmısınız? Hə, qayda açmışam. 0, 1, 3, 7, 15 ardıcılığının n həddinin düsturunu tapın. N-ci həddinin düsturunu tapın deyir. N-ci həddi ayın bərabərdir nəyə? Suala. Burada da nöqtələr var. Ay müəllim, nöqtələr var, sonsuzluğa kimi gedir. Mən nə bilim ayın nədir? Ayının düsturu nədir uşaqlar? A1 plus
n çıx 1 vur deyə. Müəllim, bu düstur yadımda qalmır. Belə yadınızda saxlayın. 6 bərabərdir. A1 plus 1 əski. 6 minus 1 de. Neçə olur? 5 de. Düz deyilmi? Yəni n minus 1 nə olur? D olur. İndi A1 birinci gələnim nədir? 0'dır. O da natural olmalıdır. Naturalsa, müəllim, mən heç bunları bilmirəm. Gətirin C variantında variantlara baxın. 2 üstü n minus 1 çıx 1. N'in yerinə 0 qoyun. 2 üstü mənfi 1 çıx 1, mənfi 2-də 1. 2 üstü n çıxılsın 1. Ədədi silsilə mənfi ola bilməz. 1 qoyun yerinə. 1 qoyun yerinə. 2 üstü 0 minus 1 elədi nə? 0. Müəllim, ikincisini qoyduq, birinci alındı. 2 üstü 3 minus 1 minus 1, 3. Müəllim, üçüncünü qoyduq, elə özü alındı. Deməli, hansı variantdır? C variantıdır. Yəni ki, natural olur. Bu ədədi silsilədir. O birisilərdə baxacaqsınız ki, o ardıcıllıq alınmır. Əgər bu ardıcıllıqdakı ədədlər alınırsa, deməli bu nədir? Ədədi silsilədir. Ona görə C variantını götürdüm. Sonra, məsələn, faktorial veriblər. Faktorialı qabaqda keçəcəyik. Faktorial necə olur? Faktorial necə olur? Məsələn, HN bərabərdir. N faktorial bölünsün 3. Dördüncünü soruşur. H4 bərabərdir. 4 faktorial bölünsün 3. Bunu necə yazacağım? 4 faktorial vur 3 böl 3 kimi yazacağım. Bir əskik. Bax, n faktorial vurulsun n minus 1 yazılır. Düstur belədir. 3'lər gedir, nə qaldı? Yox. 3 faktorial vurulsun 4'dür. Yox, 4 faktorial vurulsun 3'dür. Vurulsun 3'dür. 3'lər gedir, qalır 4 faktorial. Ona görə 4'ü götürdüm. Sonra nömrə 20'yə baxağın. Nömrə 20'də bizə deyir ki, bu sığışmayacaq. Qoy buranı silək. Buranı silin görək Gülbadə. Aha. İndi AK bərabərdir. 1 plus K plus K'nın kvadratı K plus 1'ə. İlk n həddinin cəmini tapın. İlk n həddi nədir? AN-dir. AN bərabərdir nəyə? Suala. İndi gəlin birinci həddi tapaq. A1 bərabərdir. 1 plus 1'in kvadratı 1 plus 1. 2 burada da oldu 3. İndi A2'ni tapaq. 1 plus 2 plus 2'nin kvadratı 2 vurulsun 3. 2 plus 1 3 eləyir. 6, 3, 7. A3 bərabərdir. 1 plus 3 plus 3'ün kvadratı 9, 3 vurulsun 4. 12, bu da 13. Bunların fərqi nəyə bərabərdir? 1'ə. Bunların fərqi nəyə bərabərdir? 1'ə. Diqqət eləyin, fərqi nəyə bərabərdir? 1'ə. İndi bir qiymətini gətirin A variantında yerinə qoyun. N kvadratı plus 2n böl n plus 1. İndi 1 kvadratı plus 2, 1 plus 2. 2'də neçə olundu? 3 olundu. Gördünüz, ədədi silsilədir, bu alındı.
bir qiymətini qoydum, həmin A1-in qiymətini aldım. Deməli, bu nədir? Ədədi silsilədir. Deməli, A variantıdır. Ona görə A variantını götürürəm. Sonra nömrə 21-ə baxalım. Nömrə 21-də bizə deyir ki, n bərabərdir n kvadratı plus 6n plus 8 ardıcılın ən kiçik həddini tapın. Ən kiçik həddi ədədi silsilədə mənfi ola bilərmi? Ola bilməz. Ən kiçik 1-dir. Ona görə harda n var, yerinə nə qoyuram? 1 qoyuram. 7 plus 8 bu da neçə elədi? 15 elədi. Oldu hansı variant? C variantı. Nömrə 22-yə baxalım. Nömrə 22 uzun uzadı olub, gözünüz qorxmasın. Asandır. Sn bərabərdir. Sn çıxılsın 1. Üstə gəlinsin 3 vurulsun 2. N kvadratı çıx 10n plus 27. N də böyükdür 1 olarsa 192-dən kiçik hədlərin sayını tapın. Hədlərin sayı nədir? Hədd deyir, AN-dir. AN bərabərdir nəyə? Suala. İndi AN-in düsturu necə idi? Sn çıxılsın nədir? 1 əskikdir. İndi Sn yerində qalır. Bu izə keçir. Çıx olur. Çıx Sn minus 1 bərabərdir. 3 vurulsun 2. N kvadratı çıx 10n plus 27. Bu nəyə verir? AN-i verdi mi uşaqlar? AN də nəyə bərabərdir? 192-yə. Bərabərdir. 3 vurulsun 2. N kvadratı çıx 10n plus 27-yə. 3 ilə 192-yə star gedir. 19-un içində 3 6 dəfə, 64 dəfə. 64 də 2 üstü neçədir? Bax, bu 2 üstü. 2 üstü n kvadratı çıx 10n plus 27-dir. 64 də 2 üstü neçədir? 2 üstü 5, 32-dir. 2 üstü 6-dır. 6 dənə 2-ni bir-birinə vuranda 64-dir. 2-ləri ixtisar aparıram. N kvadratı çıx 10n üstə gələk 27, 6 da bu üzə keçir, çıx 6 bərabərdir 0-a. N kvadratı çıx 10n plus 21 bərabərdir nəyə? 0-a. Hansı ədədləri bir-birinə vuranda 21 eləyir, toplayanda əks işarəsi 10 eləyir. 7 ilə 3-ü. Ən kiçik həddin sayını tap, neçə olacaq? 3 olacaq. Olur hansı variant? C variantı. Mənə olar bir də deyəsiz bunu. Bunu viyeti mi deyim? Misalı. Hə, yaxşı, niyə demirəm? Bax, qoy silin buranı. Aha. Bax, AN nəyə bərabərdir? Sn çıxılsın nədir düstur? Sn minus 1. Belə yadınızda saxlayın. A10 10-cu hədd nəyə bərabərdir? S10 çıxılsın ondan 1 əskik. Başa düşdünmü? Bu hissəni bildinmi? Bildin. İndi Sn yerində qalır. Sn minus 1-i bu üzə keçirirəm. Bərabərdir. Burada nə qaldı? 3 vurulsun 2. N kvadratı çıx 10n plus nə oldu? 27 oldu. Bu nəyə verir? AN-i vermirmi bu? Bunun yerinə nə yazacağım? AN bərabərdir. 3 vurulsun 2 üstü n kvadratı çıx 10n plus nə olur? 27. 27 olur. İndi AN də deyir 192-dir. Yazıram yerinə nə? 192. 3 vurulsun 2 üstü n kvadratı çıx 10n plus 27. Başa düşdün bura kimi?
İndi 192 ilə 3 Bəli, ixtisar gedir. Neçə qalır? 64. Böləndə 64 qalır. Bu da 2 üstüdür. 64-ü 2 üstü neçə göstərmək olar? 2 üstü neçədir? 6-dır da. 2 üstü 5-im 32 eləyir. Bax, 2-nin kvadratı 4, 2-nin kubu 8, 2 üstü 4, 16, 2 üstü 5, 32, 2 üstü 6, 32-ni 2-yə vuranda 64. N kvadratı çıx 10n plus neçə oldu? 27 oldu. İndi ikilər əsasları atırıq. Əsaslar eyni olanda üstlər bir-birinə bərabər olmurmu? Hə? Bəli. Plus 27. İndi n kvadratı çıx 10n plus 27 6 da ədədin yanına keçir. Çıx 6 bərabərdir nəyə? 0. N kvadratı çıx 10n plus 21 bərabərdir neçəyə? 0. Axırıncıya baxın, vurulmağına baxın. Səbuhi, hansı ədədləri bir-birinə vuranda 21 eləyir Səbuhi? 3-ü 7-yə vuranda. Hansı ədədləri toplayanda bunun əks işarəsi mənfi 10-dursa müsbət 10 eləyir? 3 ilə 7. Ən kiçik ədədini soruşur. Neçə olacaq? 3. 3 olacaq. Bir də başa salın mı? Yox, çox sağ olun, başa düşdüm. Aha. Bunu sil görək necə silinir. Məndə silinmir. Aha. Ay sağ ol. Sonra belə bir bax 23 də 10-a aiddir. Keçək nömrə 24-ə. Baxın, diqqətlə şərtə qulaq asın. N bərabərdir deyir. 3n plus 1, 2n plus 5 ardıcılığı 15-də 16-ya bərabər olan həddin nömrəsini, nömrə n-dir. N-i tapın deyir. Çal çarpaz vururam. 15-i vururam nəyə? 3n plus 1-ə. 16-nı da vururam nəyə? 2n plus 5-ə. 15-i 3-ə vururam. 45n. 15-i 1-ə vururam. 15. 16-nı 2-yə vururam. 32n. 16-nı 5-ə vururam. 80. Bu da bu üzə keçir. 3, 13n. 80-dən də 15 çıx. Ondan 5, 75. Burada vurma da aşağıda da bölmə olur. 75-i də 13-ə böləndə neçə düşür? 80-dən 15 çıxanda düzmü çıxmışıq biz? 65 eləyir. Bu da 5 dəfə yerləşir. N də bərabərdir. Neçə olur? 5 olur. O birisi də 10-a aiddir. İndi keçək nömrə 26-ya. Bir dərsdə üstündə qalaq. Həndəsə silsiləyə keçəyin. Əsas mövzu nədən bəhs eləyir, ona diqqət edin. Bunu sil görək Gülbadə. Gülbadə, mən silə bilmirəm. Lövhə mən elədikcə lövhə silinmir. Sil görək. Aha. Ekran dondu, eləmi? Aha. İndi bura baxın. Eşitirsinizmi məni? Uşaqlar, deməli, evə nə verirəm? Eşidirsiniz məni?